şahi şəxsiyyət, uzaq görən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdi. Bütün dövrlərdə xalqa sədaqət nəsib etmişdi. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artırılmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam edilir. Bugün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır. Onun qurduğu müstəqil Azərbaycan daima yaşayacaqdır. Bu siyasət möhtərəm prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır. İndi gəlin Ulu Öndər Heydər Əliyevin şərəfli fəaliyyətinə həsr olunmuş video çarxa tamaşa edək. Qurub yaratmaq onun alın yazısı idi. Yaratdıqları da özü kimi böyük idi. O, Azərbaycan xalqının müasir tarixini yaradırdı. Yaratdığı ən böyük əsərləri isə belə idi. Müasir Azərbaycan. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Liderlər üçün qalibiyyətin alternativi yoxdur. Onlar qələbə yolunu əvvəlcədən görür və düzgün siyasətlər yürütməklə qoyulan hədəflərə doğru irəliləyirlər. Ümummilli lider Heydər Əliyevin bütün həyatı böyük məktəbdir. Ulu Öndər bütün dünyanın qəbul etdiyi, sevgisini qazandığı siyasətçi idi. Bu zirvəyə aparan yolun başlanğıcında tək özü idi. Böyük Azərbaycan sevgisi və xalqına həsr etdiyi əzimkar ömür bu yoldan keçirdi. Böyük Allah mənə çox maraqlı bir talih veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancaq həyatımın çox parlaq səhifələri də olubdur. Ancaq həyatımın çox ağır səhifələri də olubdur. Və bəzən elə düşünürdüm ki, o ağır illərdə Azərbaycanda gördüyüm işlər sonra hamısı batıb gedəcəkdi. Ancaq bugün mən xoşbəxtəm. Bugün mən öz taleyimə minnətdaram. Böyük Allah'a minnətdaram ki, mən o dərləri yaşadım, gəldim, Azərbaycan xalqı ilə bir yerdəyəm və bugün Azərbaycan xalqı üçün bu qədər dərli töhfə verir. Bəli, Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaq görənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqının müstəqillik arzusunun reallaşmasına nail oldu. Məhz Heydər Əliyevin yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrildi. Ölkəmiz dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil ola bildi.
sahəsində görülən işlər, aparılan islahatlar birinci ardıcıl xarakter daşıyır, mütəmadi xarakter daşıyır və dünya təcrübəsinə əsaslanır. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin maliyyə sistemlərinin, banklarının təcrübəsinə əsaslanır. Və bugün bəyan edirəm ki, Azərbaycan bu yoldan bundan sonra da gedəcək və Azərbaycanda ilbəil maliyyə bank sistemi inkişaf edəcək və bunlar hamısı Azərbaycanın iqtisadiyyatı ilə ahəngdar surətdə inkişaf edəcəkdir. 1998-ci ildə Mərkəzi Bankın yeni inzibati binasının təntənəli açılış mərasimində Ulu Öndərin çıxışı zamanı səsləndirdiyi bu fikirlər Azərbaycanın bank maliyyə sisteminin formalaşmasında əvəzsiz rola malik tövsiyə idi. Məhz 1995-2003-cü illərdə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində geniş miqyaslı radikal islahatlar bəhrəsini verməyə başladı. Mərkəzi Bankın əhəmiyyətli valyuta ehtiyatları formalaşdı, inflyasiya səviyyəsi azaldıldı, manatın məzənnəsinin sabitliyinə nail olundu. Ulu Öndər Heydər Əliyevin uzaq görənliyi bank maliyyə sisteminin uğurlu inkişaf perspektivinə inam yaradırdı. Bank maliyyə sistemində əldə edilən bugünkü uğurlarımız da məhz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz və ölçüyə gəlməz xidmətlərinin nəticəsidir. Bugünkü Azərbaycan reallıqları bir də sübut edir ki, seçdiyimiz yol düz yoldur, biz bu yolda gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır, biz bu yola sadiqik. Əminəm bundan sonra bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir. Bəli, böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün vətənə xidmət etməyin simvoluna çevrilir. Ulu Öndərin xatirəsini daim əziz tutan xalqımız onun ideyalarına sadiq qalaraq möhtərəm cənab Prezident İlham Əliyevin ali rəhbərliyi altında böyük uğurlara imza atır. Azərbaycan xalqı öz Ulu Öndərini sevir və onun xatirəsini daim əziz tutur. Xalq öz dahili izini heç zaman unutmayacaqdır. Bəli, xalq öz dahi liderini heç zaman unutmayacaqdır. Və mən istəyirəm məktəbimizin qiraətçi müəllimi Könül xanımı səhnəmizə dəvət edək, alqışlarınızla. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Öyünürdü öz xalqının adıyla. Öyünürdü bu xalqın böyük istedadıyla. Onun üçün dünyada ən böyük şərəf idi Azərbaycanlı olmaq. Həmişə mərd, mübariz, həmişə möhkəm olmaq. Hər dəfə ucalırdı göyün 7 qatına Azərbaycan deyəndə, Azərbaycan eşqinə, vətənə can deyəndə. Bilirdi bu torpağın nələr keçib başından. Sular göl-göl olubdur gözümüzün yaşından. Oğulları, qızları güllələrə tuş olur. Sərvəti bol olsa da son qazancı qəm olur. Hansı dağa əl atsa altından qızıl çıxır. Mənim qızıl baxtımı
qara pula döndərən nə qədər yağı çıxır, nə qədər rəzil çıxır. Ən güclü tufanlara dağ kimi gəlib sinə, yenə dözüb, dayanıb tarixin ən ağır zərbəsinə. Olsa da yer üstündə öldürənlər, ölənlər, olsa da bu milləti böldürənlər, bölənlər, öldürə bilməyiblər. Millətin millət kimi qalıb adı, nişanı, qalıb yeri, ünvanı, tarixlərə həkk olan böyük həqiqət kimi. Ona görə deyirdi, nağıllı, əfsanəli, şeirli, dastanlıyam. Bəyli, bəyzadəli, xaqanlıyam, xanlıyam. Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam. İndi isə səhnəyə dəvət olunur Səyalı müəllimə, siz ifanızda. Müşayiət edir Sevda Əliyeva, alqışlarınızla. Süleyman Ələşqər, rəhmənimiz.
Çox sağ olun, səhvlərindən sözləməklə. Tədbirimizin növbəti musiqisi Mustafa Məmmədovdan gələcək. Mustafa müəllim mənim Azərbaycanım deyəcək. Alqışlarınızla. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heydər xalqım deyəcək. Xalq Heydər söyləyəcək. Səhnəyə Vüqar Rüstəmlini dəvət edirik. Alqışlarınızla.
hasretin seferi, senin adınla var bu halkın her seferi. Qədemin değen yerde səhralarla gül açır, Gülüstana çevrilir yurdun kendi şehri. Güneş doğur elə bil harda çekilir adı, dosta fəxarət gəlir gözü kör olur yadı. Azərbaycan deyəndə səni düşünürük azadlığı inan xalqa sən bağışladın. Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənin günümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Sen bu çetin zamanda gücümüz kuvvetimiz, sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde, sen halaldır ha güldür muhabbetimiz. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz, sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde, sen Allah'a güldür muhabbetimiz. Sen elə bir zirvəsən, küləklər
İndi isə torpağımızın, vətənimizin gözəlliyini vəsf etmək üçün səhnəyə Oqtay müəllimi dəvət edirik, mənimlə bir yerdə. Oqtay müəllim, alqışlar. Gəlin Mustafa müəllimi bir daha dəvət edək.
vətənimiz üçün döyüşən, qazi olan Mustafa müəllimi bir daha qəsdən Çok sağ olun. İndi isə Üzeyir Hacbəyovun musiqisinə müraciət edək. Çırpınırdı Qaradəniz. Oxuyub Fərqanə Salamov. Biz savaşanlara da nəzarət edir yəni. Alqışlar Seyhan Məlikçi. Ulu öndərimizin arzusuydu və biz doğrudan da Müzəffər ordumuzun sayəsində, Ali Baş Komandanımız İlham Əliyevin sayəsində Azərbaycan bayrağını Qarabağdan dalğalandıra bildiksə çox xoşbəxtik.
Bildiyimiz kimi Ulu Öndərimiz Heydər Əliyevin ən çox sevdiyi xalq mahnıları var idi. Bəlkə də bir çox mahnıları sevirdi, amma biz həmişə onun iki mahnısını, bir küçələrə süs etmişəm, bir də Alagöz mahnısını ifa edirik hər dəfə onun anım günündə və ad günündə. Bu gün də biz belə qərara gəldik ki, onun Alagöz mahnısını ifa etsin bizim Oqtay müəllim. Alqışlarınızla.
sağ olun Oktay müəllim. Hər zaman yanımızda olduğunuz üçün sizə təşəkkür edirik. Rəhbərlik adından, hər kollektivimiz adından, hər kəs adından. Bədii rəhbər Xumar Əsədova, Qəhrəmanova Könül, Şərifli Fatimə. Zəfər marşı ilə qarşınızda çıxış edirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan! Səbul müəllimi alqışlarınızla səhnəyə dəvət edilir və
müəllim, Oktay müəllim, Müqar müəllim, gəlin sizdən. Tədbirimizi daha coşqulu sona yetirmək üçün sonuncu musiqi nömrəmizi sizlərə təqdim edirik. Yaşasın Azerbaycan, var olsun ben milleti. Yaşasın Azerbaycan. Çok sağ olun. Teşekkür ederiz. Gelin ansamblımızı alıştıra. Birini tercih etmeden özünüz tanıyırsınız. Buyurun. Alkışlar.
İndi isə sözü vətənimizə Sevim müəlliməyə verilir. Mən də bu dəyərli ansambla öz adımla, kollektiv adımla hər bir üzvünə təşəkkür edirəm. Çox sağ olun. Var olasınız. Nə yaxşı var. Çox sağ olun. Bununla da tədbirimiz başa çatır. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev bizim qəlbimizdə ömürlük yaşayacaqdır. Çox sağ olun.